Bakıdan Tbilisiyə qatarlar yola düşəcək. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti arasında əldə olunmuş ilkin razılaşmaya əsasən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli artıq müəyyənləşib. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb və bu məlumatda qeyd olunub ki, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 8:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatarlar saat 21:00-da yola düşərək növbəti gün saat 6:24-də Bakıya çatacaq. Bakı-Tbilisi marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında dayanacaq və burada necə deyərlər, dayanmalı olacaq və eyni zamanda bu xəbərin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə də məlumat veriləcək deyə məhz Dəmir Yolu İdarəsinin verdiyi məlumatda bax bu nüans da qeyd olunub.